İnşallah bu videoda biz CPU-nun hansı daxili komponentlərdən təşkil olunduğunu, onun necə işlədiyini, bizim yazdığımız kodu necə başa düşdüyünü və həmin o kodları, təlimatları necə icra elədiyini bu videoda başa düşməyə çalışacağıq. Burada bizim CPU-muz var. İndi inşallah bu CPU-nun içərisini komponentlərlə dolduracağıq. Və burada da bizim bir dənə RAM-ımız var. İndi sadə olsun deyə həmin o kəşi aradan çıxartmışam. Yəni əvvəlki videolarda dedik ki, normalda CPU ilk öncə kəşə baxır, yoxsa sonra RAM-a gedir. RAM-dan oxuduğu məlumatı da həmçinin kəşə yazır, sonra oradan oxur və s. Amma burada həm yer tutmasın deyə, həm də ki, prosesi çox uzatmasın deyə izah prosesini ona yer verməmişəm. Sadəcə zənn edin ki, CPU birbaşa ilə RAM-la, main memory ilə danışır. Və burada da bizim bir dənə memory controllerımız var. Bu memory controlleri da RAM dərsində ələ almışdıq. Memory controller nədir? CPU-nun RAM-la olan əlaqəsini, kommunikasiyasını idarə eləmək üçün, asanlaşdırmaq üçün olan bir qurğudur. Bundan əlavə bizim CPU-nun içərisində də registerlər yerləşir. Yaddaş iyerarxiyası videosundan xatırlayırsınızsa, bizim kompüterlərin içərisində bir neçə tip yaddaş qurğuları var. Və bu yaddaş qurğuları da öz sürətlərinə görə, enerji sərfiyyatlarına, istehsal qiymətləri, istehsal olunma qiymətlərinə və s. görə bir-birlərindən fərqlənirlər. Və bu registrdə həmin bu iyerarxiyada ən başda yerləşən bizim yaddaş qurğumuz idi. Yəni necə? Bu registr digər yaddaş qurğuları ilə müqayisədə içərilərində ən sürətli olan yaddaş qurğusudur. Həmçinin də ən bahalı olan, həmçinin ən çox enerji sərf edən də yaddaş qurğusu bu registrlərdir. Və bizim bu registrlərdə dedik ki, birbaşa CPU-nun içərisində yerləşir. Və CPU-nun içərisində də yalnızca bir tip registr yoxdur. Bir neçə dənə fərqli registr var və bu registrlərdə öz içərisində iki yerə bölünür. Ümumi məqsədli registrlər, bir də ki, xüsusi məqsədli registrlər. Xüsusi məqsədli registrlər adlarından bəlli olduğu kimi, onların xüsusi bir vəzifəsi var. O iş üçün ancaq istifadə olunur. Bunu inşallah növbəti slaytlarda görəcəyik bu registrləri. Ümumi məqsədli registr isə burada gördüyümüz registr faylın içərisində yerləşən registrlərdir. Bu registrlərin xüsusi bir məqsədi, vəzifəsi yoxdur. Siz bu ümumi məqsədli registrlərdən hər hansı işinizi asanlaşdırması üçün və yaxud da keçici yadda saxlama qurğuları olaraq istifadə edə bilərsiniz. Yəni bunun konkret bir dənə vəzifəsi yoxdur ki, ancaq onun üçün istifadə edilsin. Fərqli işlər üçün siz bunlardan, bu registrlərdən istifadə edərək öz işlərinizi icra eləyə bilərsiniz. Burada indi mənim registr faylımın içərisində 4 dənə belə registr var və zənn eləyək ki, hər birinin ölçüsü də 8 bitdir. Normalda 8 olmur. 16 olanlar da var, 32 də var, 64 də var, 128 bit də var. Amma gördüyünüz kimi, yəni bunların ölçüsü çox kiçikdir də, yəni 128-dən böyük bəlkə də var, bilmirəm. Amma yəni 64-128 bit civarı olur. Yəni qiymətləri bahalı olsun və birbaşa CPU-nun içərisində yerləşdiyi üçün bunların ölçüsünü minimum saxlayırlar, kiçik saxlayırlar və burada da məndə 4 dənədir, amma 4 dənədən də normalda çox ola bilir. İndi bu registr fayla biz necəsə müəyyən bir kontrol siqnallar vasitəsilə deməliyik ki, mən haradan oxumaq istəyirəm, yəni hansı registrdən oxumaq istəyirəm, hansına yazmaq istəyirəm və s. Bu tipli məlumatları biz bu registrlərə deyə bilməliyik. Bunun üçün də bir neçə siqnal daxil olur bu registr fayla. Misal üçün birinci siqnalımız read-write siqnalıdır. Misal üçün deyirəm, 0 göndərdikdə biz bu siqnalı, bu o deməkdir ki, mən bu registr fayldan oxumaq istəyirəm. 1 göndərdiksə, bu da write mənasına gəlir, yəni dəyişə də bilər, nümunə üçün deyirəm. 1 də göndərdikdə bu da o da mənaya gəlir ki, mən bu registr fayla hər hansı bir məlumatı yazmaq istəyirəm. Növbəti 2 dənə siqnalımız isə bizim adres xətlərimizdir. Biliyorsun, burada 4 dənə bizim registr faylımız var və 4 dənə registrimiz var. 4 dənə registrdən hansından oxuma və yazmaq istədiyimi göstərməyim üçün mənə 2 bit kifayət edir də, düz deyilmi? 00 bunun üçün, 01 bu, 10 bu, 11 də bu sonuncu 3-cü registrim üçün dayanır. Və burada da bizim görürsünüz 2 dənə çıxış output nöqtəmiz var, yəni çıxış nöqtəmiz var. Bu da o mənaya, bunlara port da deyirlər. Bu da o mənaya gəlir ki, siz eyni zamanda bu registr fayldan 2 dənə registrdən eyni zamanda oxuya bilərsiniz. Misal üçün, həm 0-cı, həm də ki, 1-ci registrdən paralel şəkildə siz oxuya bilərsiniz. Və bu paralelləşdirmə nəticəsində də siz biraz performans əldə eləmiş olarsınız. Misal üçün, biri var, birincini oxuyarsan, sonra ardınca ikincisini oxuyarsan. Bir də var ki, ikisini paralel şəkildə oxuyarsan. Bu paralel neçə dənə registrdən oxuya bilərsən, bunun da
sayısı dəyişə bilər. Məsələn, bizdə 2 dənə var, amma ola bilər ki, 4 dənə olsun, ola bilər 8 dənə olsun və s. Bunların sayısı artdıqca da bu register faylı içərisindəki o məntiq də gəlizləşməyə başlayır. Çünki bura məsələn 4 dənə olsa 4 dənə adres xətti girməlidir. 4 dənə dekoder eləmək daha da çətin olur və s. Məsəl üçün indi deyək ki, biz həmin bu 0-cıdan və 2-ci registerdən məlumat oxumaq istəyirik. Onun üçün nə edəcəyik? Bu 1-ci adres xəttinə 00 göndərəcəyik, 2-ci adres xəttinə 10 göndərəcəyik və bunu da read write siqnalını 0 göndərərək həmin bu 0 və 2-ci registerdə yerləşən məlumatları bu A portu və B portundan biz oxuya biləcəyik. Yazmaq üçün isə məlumat, yəni hər hansı bir məlumat yazmaq üçün isə bu data xəttindən istifadə edəcəyik. Biz özün 8 bitlik məlumatı bu data xəttinə ötürəcəyik və deyək ki, yazmaq istəyirik bu 3-cü registrə. 3-cü registerin adresi neçə idi? 1-1. Həmin bu 1-ci adresdən də 1-1 ötürəcəyik və daha sonra da bu 1 ötürərək bu read write siqnalını həmin bu data xəttindəki 8 bitlik məlumatı bu 3-cü registrə biz yazmış olacağıq. Bu bizim ümumi məqsədli registerlərimizdir. Xüsusi məqsədlilərini də inşallah görəcəyik növbəti slaydlarda. Bu register fayldan əlavə bizim CPU-nun içərisində bir dənə də var Arithmetic Logic Unit. Bunun da adından bəlli olduğu kimi, ilk bir işi aritmetik, yəni hesablama əməliyyatlarını icra eləməkdir. Məsələn, toplama eləyə bilər, çıxma eləyə bilər, vurma, bölmə və s. bu tipli əməliyyatları icra eləyə bilər. Həmçinin məntiqi, yəni logik, məntiqi əməliyyatlara da icra eləyə bilər. Məsələn, AND əməliyyatı, OR əməliyyatı, XOR əməliyyatı, bunu da nələrin üzərində eləyir? Bu toplama, çıxma, ən doğru. Həmin ona daxil olan 2 dənə input nöqtəsi var. Daxil olan 2 dənə məlumat üzərində bu əməliyyatlardan birini icra eləyir. Bu əməliyyatlardan hansını icra eləyəcək? Bunu da göstərməyimiz üçün burada daxil olan bir dənə kontrol siqnalımız var. Misal üçün, nəzərdə tutaq ki, bizim Arithmetic Logic Unit toplam 8 dənə fərqli əməliyyat icra eləyə bilir. Toplama, çıxma və s. Bu tipli 8 dənə əməliyyat icra eləmək istəyir. Və həmin bu Arithmetic Logic Unitin içərisində bir dənə dekoder var. Misal üçün, siz bura 001 göndərdikdə, o dekoder avtomatik bu 001-i dekod eləyəcək və misal üçün deyək ki, 001-də toplama əməliyyatı üçün dayanıb və həmin o başa düşəcək ki, bu toplama əməliyyatı üçün dayanıb və uyğun siqnalı toplama əməliyyatını icra eləyən komponentə göndərəcək və həmin o komponent də o siqnalı qəbul edəndə başa düşəcək ki, bu daxil olan A inputu və B inputundan daxil olan məlumatlar üzərində toplama əməliyyatı icra eləyib. Həmin o nəticəni də bu registerin, bu CPU-nun Arithmetic Logic Unitdən çıxan registerin içərisində saxlamalıyam. Və bu şəkildə icra edilir və bu gördüyünüz ilk bizim xüsusi məqsədli registerimizdir. Bunu akkumulyator deyirlər. Bu nə edir? Dediyimiz kimi həmin o Arithmetic Logic Unit datalar üzərində hansı əməliyyatı icra elədikdən sonra nəticəni bu akkumulyator içərisində saxlayır və daha sonra da bu akkumulyatordakı məlumatı ya gətirib bu register faylın data xəttinə daxil edirik və yaxud da digər hər hansı bir mənbələrə də yönləndirə bilərik. Bu Arithmetic Logic Unitə də yalnızca bir mənbədən məlumatı oxumaya bilər. Məsələn, buradakı nümunədə ancaq bu Arithmetic Logic Unit üçün məlumatlar bu register fayldan gələ bilər. Məsələn, başqa bir yerdən də biz məlumatı bura yedirtmək istəyə bilərik. Bunun üçün də nə edirik biz? Həmin bu Arithmetic Logic Unitin qarşısına belə bir multiplexer qoyarıq. Multiplexerdə nə idi dedik? Yəni həm dekoder, həm multiplexer əvvəlki videolarda keçmişik deyə çox da detallarına enmirəm. Bu multiplexer nədir dedik? Bir neçə mənbədən gələn məlumatı buradakı kontrol siqnal vasitəsilə o gələn fərqli məlumatlardan hansını outputuna verəcəyik. Yəni bir neçə input gəlir və bu inputlardan hansını outputa ötürməliyik? Bunu bu kontrol siqnalı vasitəsilə idarə etməyə imkan verən bir qurğudur. Misal üçün, burada bizə 2 dənə mənbədən data gəlir. Siz bura 0 göndərdikdə, avtomatik bu multiplexer götürəcək bu registerdən gələn məlumatı ötürəcək Arithmetic Logic Unitə. Siz bu kontrol siqnalı 1 olaraq göndərdikdə isə bu ikinci mənbədən gələn məlumatı multiplexer götürüb ötürəcək Arithmetic Logic Unitə. Və bu sayədə də siz bura girən bir neçə mənbədən məlumatları bura daxil edə bilərsiniz və onlarda hansının daxil olunması gərəkdiyini də kontrol siqnal vasitəsilə idarə eləyə bilərsiniz. Və bunların da hamısını idarə eləmək üçün bizim əlavə bir dənə də qurğuya ehtiyacımız var. Bu qurğumuz da kontrol unitdir. Yəni bu kontrol unit qurğusu nədir? Yəni kontrol adından da bəllidir də. Bu digər qurğuların, register faylı olsun, Arithmetic Logic Unit olsun və s. digər qurğular da var. Məsələn, bu memory controller olsun. Bunların hər birinə
hansı əməliyyatı icra eləməlidir, onun üçün uyğun siqnalları göndərmək üçün. Məsəl üçün dedikdə hər birinin siqnal daxil olur. Hardan oxumaq istədiyim, oxumaq, yazmaq istədiyim, yoxsa aritmetik logik unitdə hansı əməliyyatı icra eləmək istədiyim və s. Bunların hər birini idarə etmək üçün müəyyən bir siqnallarla idarə edirik. Bu kontrol unitinin də vəzifəsi bu uyğun komponentlərə, uyğun qurğulara, uyğun siqnalların ötürülməsidir. Bəs bu kontrol unit hardan bilir ki, hansı qurğuya hansı siqnalı göndərmək lazımdır? Bunu da bizim həmin o təlimatlar, yəni biz bir proqram yazırıq, proqramlaşdırma dilində bir proqram yazırıq və həmin o proqramları da müəyyən təlimatlar ardıcıllığıdır. Və kontrol unit də həmin o təlimatları götürərək dekod eləyir onu və dekod elədikdən sonra da başa düşür ki, hansı qurğuya hansı siqnal göndərmək lazımdır və o siqnalları göndərdikdən sonra da həmin o qurğular uyğun əməliyyatı icra eləməyə başlayır. İndi bu necə olacaq? Bunu daha detallı şəkildə görəcəyik. Ondan əvvəl gəlin bu iki dənə, bu kontrol unitin içərisində yerləşən iki dənə xüsusi məqsədli registerimizə baxaq. Biri instruction register, digəri isə program counter adlanır. Bunların adları dəyişə bilər. Amma bu tipli bir şey də görəsiniz böyük ehtimal. Instruction register nədir? Instruction register hal-hazırda bu kontrol unit hansı əməliyyatı dekod edir və hansı təlimat üçün siqnalları göndərəcək, o təlimatı bu instruction registerdə saxlayır. Bu program counter isə nədir? Bu program counter isə bu instruction registerdəki təlimatı icra elədikdən sonra hansı təlimatı icra eləməlidir? Onun adresini özündə saxlayır. Yəni RAM-dakı adresini saxlayır. Məsələn, hal-hazırda deyək ki, bu 000 adresindəki təlimatı icra edir bu kontrol unit. Bunu bitirdikdən sonra da keçməlidir 001-ə. Həmin bu 001 adresi bu program counterin içərisində saxlanılır və bunu bitirdikdən sonra da gəlir bu kontrol unit, bu program counterdakı adresə baxır və başa düşür ki, mən gedib həmin bu 001 adresdəki təlimatı götürüb gətirib atmalıyam bura və onu icra etməliyəm. Və bunu da inşallah nümunə üzərindən daha tam şəkildə sizdə oturacaq. Bu şəkildə izahatı tam başa düşə bilməyə bilərsiniz. Amma kod nümunəsi üzərindən sizdə tam şəkildə bu oturacaq. Bunlardan başqa bizim iki dənə də digər bir xüsusi məqsədli registerimiz də var. Memory data register, memory address register. Bunların məqsədi nədir? Bunların da məqsədi odur ki, misal üçün RAM-dan məlumatı oxumaq istəyəndə siz bu kontrol unit ilk öncə hansı adresdən oxumaq istəyirsə, misal üçün 001 adresindəki məlumatı oxuyasınız da. Həmin bu kontrol unit bu 001 adresini bura yükləyəcək. Daha sonra buradan read siqnalını göndərəcək memory controller və memory controller da gələcək bu uyğun siqnalları bu RAM-a göndərəcək və RAM da 001 adresindəki məlumatı gətirəcək, ötürəcək bu CPU-ya və həmin o gələn məlumat da bu memory data register yüklənəcək. Və memory data registeri də yükləndikdən sonra memory controller siqnal göndərəcək ki, kontrol unitə, bəs məndən istədiyim məlumat hazırdır, götür neyniysən elə və kontrol unit həmin məlumatı götürəcək. Misal üçün, ya götürəcək, atacaq instruction registerin içərisinə, ya götürəcək, buradakı data xəttindən register faylda götürəcək və s. İndi təlimat bizdən nə gərəkdirirsə, onu icra eləyəcək. İndi daha da detallarına düşmürəm. Ümumi olaraq başa düşək deyə bu qədərlə kifayətlənirəm. Bundan başqa hər hansı qurğularda, hər hansı bir registerlərdə təbii ki var bizim CPU-ların içərisində. Amma hal-hazırda bizim CPU-nun yazdığımız kodları necə başa düşür, onları necə icra eləyir, onu başa düşmək üçün bu qədər bunlar bizə kifayət eləyəcək. İndi isə gəlin bir kod nümunəsi üzərindən bütün bu komponentlər bir arada necə çalışır, onu başa düşməyə çalışaq. Burada bizim C proqramlaşdırma dilində yazılmış belə bir sadə bir proqramımız var. Amma yəni bu digər proqramlaşdırma dilində zaten oxşar olacaq. Ona görə bu C dilinə falan çox fikir verməyin. Hər hansı bir proqramlaşdırma dilində yazılmış bir kod parçası kimi düşünün bunu. Bu kod parçasını gəlin indi başa düşməyə çalışaq. Nə edir? Bu birinci sətirdə biz deyirik ki, mənim üçün get RAM-da müəyyən qədər yer ayır və o müəyyən qədər nə qədərdir? Onu da bu misal üçün integer vardır. Integer C dilində 4 byte deməkdir. Misal üçün deyirəm, amma nümunə üçün götürək 1 byte. Bu kodu oxuyanda bu o deməkdir ki, get mənə RAM-da 1 byte-lıq yer rezerv elə və həmin o 1 byte-lıq yerə də bu 10-u yerləşdir. 10 məlumatını yerləşdir. Və həmin o növbəti kodun digər hissələrində də bu mən A dedikdə başa düşür ki, sən o ayırdığın, rezerv elədiyin 1 byte-lıq məlumatın adresi nədirsə, həmin o adresdəki məlumatını istəyirəm mən səndən. İkinci sətirdə həmçinin, ikinci sətirdə də deyirik ki, get yenə RAM-da 1 byte-lıq yer ayır mənə
və o 1 baytın içərisində də bu 25 ədədini yerləşdir. Bu 3-cü sətirdə də deyirik ki, get yenə 1 bayt ayır və amma boş saxla, içində heç nə qoyma. Bu sonuncu sətrimizdə isə nə deyirik? Sonuncu sətirdə də onu deyirik ki, bu A adresi hər nə idisə, misal üçün ki 001 adresi. 001 adresindəki məlumat ilə 002 adresindəki məlumatı topla və nəticəsini, yəni 35-i gətir, yadda saxla, bu 003 adresindəki baytın içərisində yadda saxla. Bu kod bizə bunu deyir. Amma bu koda baxsaq, siz görərsiniz ki, burada int yazılıb, nə bilim, bərabər işarəsi var, toplama işarəsi var və s. də. Yəni bu 0 və 1-lərdən ibarət deyil də. Biz də dedik ki, bizim kompüter yalnızca 0 və 1-ləri dəstəkləyir. O başa düşmür bu toplama, çıxma, vurma, bu işarələr nə mənaya gəlir. Bunu da ona görə biz çevirməliyik kompüterin başa düşdüyü simvollar ardıcıllığına. Bunun üçün də bizim kompüterlərdə, yəni bizim hər bir proqramlaşdırma dilləri üçün bir compiler var. Bu compiler əlavə bir proqram kimi düşünə bilərsiniz. Bu compiler nə edir? Sizin yazdığınız kodu götürür və onu transfer eləyir belə bir təlimatlar ardıcıllığına. Niyə belə bir təlimatlar ardıcıllığına çevirir? Çünki birinci səbəb odur ki, siz bu kodu yazanda həmin o altdakı sizin kompüterinizdəki CPU necə işləyir, hansı təlimatları başa düşür, onun haqqında məlumatınız yoxdur, olmur. Yəni əksər vaxtlarda olmur. Misal üçün deyirəm, hər bir bayaqki slaydlarda gördünüzdə içində nə qədər fərqli komponentlər var, siqnallar göndəririk, dəstəklədiyi müəyyən əməliyyatlar var bizim CPU-nun və bu dəstəklədiyi əməliyyatlar, həmin o təlimatların 0 və 1 formatları və s. bunların hər biri CPU-dan CPU-ya dəyişir. Çünki bu istehsalçılar, bu vendorlar nə edir? Müəyyən optimizasiyalar eləməyə çalışır, daha da sürətləndirməyə çalışır, öz məqsədləri üçün bu təlimatları filan dəyişdirir. Məsələn, bir dənə ola bilər ki, sizin CPU 1000 dənə əməliyyat dəstəkləsin, bir digəri 1100 dənə əməliyyat dəstəkləsin və s. Ona görə də bu hər bir CPU-nun başa düşdüyü təlimatlar biri-birindən fərqlənir. Və bu təlimatları da, amma siz bu yazdığınız kodda da sizin hansı CPU üçün kod yazırsınız, onu başa düşməyə çalışsanız, yəni çox çətin olur bu kod yazma prosesi. Ona görə siz bir proqram yazırsınız və burada hansı CPU üçün yazdığınızdan bağımsız şəkildə bir dənə proqram yazırsınız. Daha sonra isə bu compiler adlanan proqram götürür sizin yazdığınız kodu, həmin o hansı kompüterdəki CPU üçün yazırsınızsa, həmin o CPU üçün olan formata çevirir. Yəni həmin o CPU-nun başa düşdüyü təlimatlar ardıcıllığına çevirir. Məsələn, burada gördüyünüz 4 dənə təlimat yalnızca bu sətr üçün yerləşdirir. Bu sətr isə bunlar təlimat deyil. Bunlar sadəcə o deməkdir ki, mənə get RAM-da müəyyən qədər yer ayır və onun içərisində bunu yerləşdir. Bunlar isə CPU hansı əməli, bu yerləşdirdiyiniz məlumatlar üzərində hansı əməliyyatları, təlimatları icra etməlidir? Onun qarşılığıdır bu da. İndi misal üçün bu nə edir? Deyir ki, get 1011 adresindəki məlumatı, yəni RAM-dakı bu adresdəki məlumatı get yüklə R1 registrinin içərisində. O registr faylı var idi. 4 dənə registrimiz var idi orada. R1 registrinin içərisində yüklə. Sonra deyir ki, get 1101-indəki məlumatı yüklə R2 registrə. Daha sonra deyir ki, R1 ilə R2-ni topla, gətir o R3 registrinin içərisində yerləşdir. Sonuncu sətirdə isə həmin bu R3 registrindəki məlumatı da get 1110, yəni RAM-dakı bu adresə yerləşdir. RAM-dakı bu adres isə nə idi? Bu resultın yerləşdiyi RAM-dakı adresi idi. Həm də baxsaz burada görərsiniz ki, siz bu assembly-də birbaşa kod yazmaq üçün gərək RAM-dakı adresləri biləsiniz. Sonra CPU-nun içərisində neçə dənə registr var, hansı registrlər var. Hər CPU üçün də bu fərqli-fərqlidir də dedik ki. Bunların haqqında məlumatınız olmalıdır ki, siz bu kodu yaza bilərsiniz. Amma bu da çox belə əziyyətli bir prosesdir. Ona görə belə yüksək səviyyəli C kimi bir dillər yazılıb və bu dillər vasitəsilə də siz həmin o altdakı CPU hansı təlimatları başa düşür, onda neçə dənə registr var, sizin istədiyiniz məlumat RAM-da hansı adresdə yerləşir və s. Bunların hamısından məlumatınız olmadan çox rahat bir şəkildə kod yazmağınıza sizin imkan tanıyır. Və daha sonra bu çevrilmiş assembly kodunu da siz nə edirsiniz? Daha doğrusu bu compiler nə edir? Götürür, bunu çevirir 1 və 0-lara. Bunu isə necə çevirir? Bu isə çox bəsit bir mərhələdir. Yəni, burada dedik ki, biz xəyali bir CPU düşünək və bizim bu xəyali CPU deyək ki, 10 dənə fərqli təlimatı dəstəkləyir. Misal üçün, bu add əməliyyatı üçün dəstəkləyir və bunun da qarşılığı 000-dır. Bunu opkod deyirlər, yəni operation code, əməliyyatın kodudur. Bu nə deməkdir? Həmin o kontrol unit nə dedik? Təlimatı götürür və onu dekod edir də. Kontrol unit o təlimatı götürəndə gəlib baxacaq ki,
bu ilk 4 bitə baxacaq. İlk 4 bitə baxanda görəcək ki, bu ilk 4 bit 000-dir. Və artıq buradan tutacaq ki, bu toplama əməliyyatı üçün dayanıb. Və bu ilk 4 bit oxuyandan sonra bunun başa düşəcək ki, növbəti 3 parametr, birinci parametr hansı registrdə yadda saxlamaq lazımdır, onun adresidir. Növbəti olan nə ilə, məsələn, A ilə B-ni toplamaqsa, növbəti ikinci parametr bu birinci toplananındır. Üçüncü parametrimiz isə ikinci toplananındır. Və bu adreslərin 2 bitli desək, növbəti 2 biti başa düşəcək adresləri 6 bitdə. Növbəti 6 biti də oxuyaraq başa düşəcək ki, bunda mənə lazım olan registrin adresidir. Və bunun nəticəsində də bu kontrol unit başa düşəcək və uyğun siqnalları ötürəcək uyğun qurğulara. Və dedik ki, bu kompilerdə həmin bu təlimatlar üçün CPU-nun dəstəklədiyi təlimatların da 0-1 qarşılıqlarını bilir. Ona görə də nə edir? Bu, həmin bu assembly kodundan da kompüterin başa düşdüyü ikili maşın koduna çevirmək çox bəsit prosesdir. Əsas çevrilmə burada baş verir və bu kompiler də buradan bura necə çevirir? Dediyim kimi bu mövzunun, bu dərsin mövzusu deyil. Bunun özünün dərs seriyalarını gərəklidir bunu başa sala bilmək üçün. Gəlin indi baxaq. Bu kod, yəni bu assembly kodu və yaxud da binary maşın kodu necə işləyir? İndi həmin bu binary maşın kodu üzərindən getməyəcəm. Onun birbaşa qarşılığı olduğu üçün bu assembly kodu üzərindən gedəcəm. Çünki bu 0 və 1-ləri oxuyub başa düşmək bizim üçün çətindir də. Bu daha rahatdır. Siz həmin o, yəni misal üçün bunu bir şey izah edeyim. Siz proqramı yazdınız, həmin yazdığınız proqram compile oldu bu 0 və 1-lər ardıcıllığına. Misal üçün exe fayllar olur ha. Bu exe fayllar 0 və 1-lər ardıcıllığıdır. Daha sonra isə siz bu proqramı işə saldıqdan sonra həmin o proqram əməliyyat sistemi götürür, həmin o proqram üçün müəyyən qədər RAM-da yer ayırır və deyir ki, həmin o proqram sən bu aralıqdakı RAM-dakı bu aralıqdakı hissəni istifadə edəsən. Niyə? Çünki deyək ki, 32 GB RAM varsa sizin kompüterdə, bir proqram götürüb 32 GB-da istədiyi kimi istifadə edilməz də. Əməliyyat sistemi nə edir? Müəyyən qədər yer ayırır o proqram üçün və deyir ki, sən bu qədər hissədən istifadə edəsən. Və həmçinin həmin o proqramın təlimatlarını götürür, yükləyir, ayırdığı müəyyən yer ayırmış da. Onun müəyyən hissəsinə götürür bu məlumatları yükləyir. Digər müəyyən hissəsinə dedik axı, həmin kodda demişdi ki, A üçün yer rezerv elə, B üçün yer rezerv elə, result üçün yer rezerv elə. Müəyyən hissəsini də ayırır həmin bu rezerv elədiyi hissələr üçün. Və artıq sizin yazdığınız proqram bu RAM-a yükləndikdən sonra kompüter bu proqramın üzərində əməliyyatları icra eləyəcək hala gəlib çatır. Gəlin indi baxaq görək bu proqramı, bu CPU-muz bizim necə icra eləyəcək. İlkin mərhələsi fetch mərhələsidir. Fetch nədir? Gedib gətirmək mənasına gəlir. Nə edəcək bu CPU? Kontrol unitdir. Baxacaq bu proqram counter-a. Nə dedik? Bu proqram counter növbəti hansı əməliyyatı icra eləməlidirsə, onun adresini saxlayır. Bu proqram counter-a baxanda görəcək ki, bu dayanıb 00 üçün gedəcək bu 00 adresindəki təlimatı yükləyəcək. Bunun üçün nə edəcək? Bu adresi bura ötürəcək, bura read siqnalını göndərəcək və memory controller bu 00 adresindəki məlumatı bu data xətti vasitəsilə gətirib memory data registrə yükləyəcək və daha sonra da control unit həmin o yüklənmiş təlimatı qəbul edəcək. Və yüklənmiş təlimatı qəbul etdikdən sonra isə bu proqram counter-ı 1 artıracaq ki, bu növbəti sətrə baxsın və artıq bunu bitirdikdən sonra da növbəti sətirdəki təlimatı gedib gətirəcək. İndi məlumatı ilkin fetch mərhələsi bitdi. Fetch mərhələsi nə idi? Lazım olan təlimatı RAM-dan gətirib bu instruction registrə yükləməkdir. Növbəti mərhələ dekod mərhələsidir. İndi bu instruction registerdəki məlumatı dekod eləmək lazımdır və dekodun nəticəsində də hansı qurğuya, hansı siqnalı göndərmək lazımdır, onu başa düşəcək. Bunda dekoder vasitəsilə bunları da keçmişdik biz. Məsələn, ilk 4 bitə baxacaq ki, dedik ki, 0010-dırsa, başa düşəcək ki, bu load əməliyyatı üçün dayanır və load əməliyyatı üçün hansı qurğuya siqnal göndərmək lazımdırsa, onu artıq kontrol unit içindəki dekoderlər vasitəsilə başa düşür. Və dekod elədikdən sonra artıq kontrol unit əmindir ki, hansı qurğuya hansı siqnalı göndərəcək. Üçüncü mərhələ isə execute, yəni işə salma mərhələsidir. Bu üçüncü mərhələdə də həmin o siqnalları göndərəcək. Məsələn, bu təlimat bizə nə deyir? Dedik ki, RAM-dakı 1100 adresindəki məlumatı gətir, yüklə R1 registrinin içərisinə. Ona görə bu indi hansı siqnallar göndərəcək? Bu, həmin o kontrol unit götürəcək 1100
adresini yükləyəcək memory adres registrə. Daha sonra bu read siqnalını bura ötürəcək və memory controllerda həmin bu 1100 adresindəki bu 10 ədədini götürüb atacaq bu memory data registrinin içərisinə və həmin yenidən siqnalı buna göndərəcək ki, istədiyim məlumat hazırdır və bu siqnalı qəbul elədikdən sonra nə edəcək? Bu control unit bu memory data registeri götürüb ötürəcək bu register faylın içərisinə və bura write siqnalını göndərəcək. Çünki niyə? Həmin buradakı 10 ədədini bu register faylın içərisində yazmaq lazımdır. Ona görə bura 1 göndərəcək və bunu hara yazmaq lazımdır? R1 registerinə. R1 registerinin adresi nə idi? 01. Burada 01 adresini göndərəcək və nəticədə siz RAM-dan gedib həmin 1100 adresdəki məlumatı bu R1 registrinin içərisinə yüklədiniz. Növbəti əməliyyatda da indi gəlib control unit bunu bitirdi də işlədi. Növbəti əməliyyatda yenə fetch mərhələsinə gəlir. Elə bil belə ardıcılıqla gedir də. Fetch eləyir, decode eləyir, execute eləyir. Bitəndən sonra yenə fetch, decode, execute, fetch, decode, execute. İndi pipeline filan məsələləri var bunu optimizasiya eləmək üçün. Burada indi o bizim mövzumuz deyil. Bu fetch execute mərhələsi bitdikdən sonra yenə fetch mərhələsinə gedir və gəlir baxır bu proqram konturun içərisinə. Bu dəfə bu hara baxır? Həmin bu 001 adresinə. Və nə edir? Uyğun təlimatları göndərərək həmin o bu adresdəki məlumatı yükləyir bu instruction register içərisinə və proqram counter'ı 1 artırır. Və sonra bu instruction registerdəki təlimatı dekod eləyir və sonra da execute eləyərək uyğun siqnallara, uyğun qurğulara, komponentlərə ötürür. Və nəticədə də bu nə demək idi? 1101 adresindəki məlumatı gətirir yüklü R2 registerin içərisinə və həmin məlumatı execute mərhələsində yüklənir bura. Sonra yenidən fetch mərhələsi. Fetch mərhələsində də proqram counter'a baxır. Buradakı təlimatı yükləyir, sonra proqram counter'ı 1 artırır, dekod eləyir və execute edir. Execute eləyəndə də nədir? Dedik ki, bu R1 ilə R2-ni topla və nəticəni də yadda saxla R3 registerin içərisinə. Onun üçün nə edəcək? Məsəl üçün, bura read siqnalını 0 göndərir, read write siqnalını 0 göndərir. Bu R1-in adresini buradan göndərir, R2-nin adresini buradan göndərir və nəticədə burada həmçinin 0 siqnalını göndərir ki, registerdən gələn məlumatı ötürəcək bu aritmetik logik unitə. Və həmçinin bu siqnala da add əməliyyatının qarşılığı deyək ki, 000-dır da. Həmin bu add əməliyyatının da siqnalını da ötürəcək bu aritmetik logik unitə. Və nəticədə nə baş verəcək? Bu R1 registeri buradan gələcək, R2 registeri buradan gələcək və bu aritmetik logik unitə uyğun siqnalı da buradan ötürdüyü üçün R1 registerindəki məlumatla R2 registrindəki məlumatı toplayıb nəticəni burada saxlayacaq və daha sonra da control unit ikinci CPU cycle-da da təlimatı uyğun təlimatları ötürərək bu akkumulятordakı məlumatı yazacaq bu R3 registerin içərisinə və execute mərhələsində də 35 ədədi gətirilib bu R3 registerin içərisinə yazılmış olacaq. Yenə sonra keçəcək fetch mərhələsinə. Fetch mərhələsində gedib təlimatı gətirdi, counter'ı 1 artırdı, sonra bunu dekod elədi, execute elədi. Execute eləyəndə də bu nədir? Store'dur. Yəni R3 registerindəki məlumatı get RAM-dakı 1110 adresində yadda saxla. Bunun üçün də nə edəcək? Həmin bu adresi bura yazacaq, write siqnalını göndərəcək və datanı da R3 registerindəki məlumatı da oxumaq üçün nə edəcək? Bura read write 0 göndərir, R3 registerinin adresini bura göndərir və təsəvvür eləyin ki, indi burada çəkməmişəm də. Buradakı portlardan, buradan çıxan outputlarda həmçinin gəlib daxil olur digər qurğulara da. Həmin o R3-dəki 35 ədədini bu memory data register oxuyacaq və nəticədə də bu write siqnalını göndərdiyi üçün bu 35 ədədi gətirilib yazılacaq bu result. Yəni bu 1110 adresinə, RAM-dakı bu adresə yazılacaq. Və növbəti yenə fetch mərhələsinə keçəcək. Bu fetch mərhələsində artıq bu 0100 adresində boş olduğu üçün heç nə icra eləməyəcək. Normalda nədir? Bu compiler bura əlavə bir dənə də nə atır? Bir dənə stop CPU-nun artıq proqram işləməyi dayandı. Bu təlimatı vermək üçün bura bir dənə əlavə təlimat atır və onu da oxuyan CPU artıq bu proqramın işinin bitdiyini başa düşür. Yəni qısaca bu bəsit proqramımız bu şəkildə CPU bunu bu şəkildə izah edir. İndi siz bu bir xəyali bir CPU-muzdur bizim. Amma normalda da digər CPU-larda və digər CPU-ların etdiyi çox mürəkkəb əməliyyatlar da aşağı-yuxarı sadələşdirilmiş şəkildə bu şəkildə icra olunur. İndi gəlin bir dənədən nümunə görək və bu nümunədə bayaqki nümunənin biraz daha qəlizləşdirilmiş formatıdır. Bu nümunəni də verməkdən məqsədimiz həm bir branching, yəni jump instructionlar var, onu başa salmaqda, həmçinin də siz necə proqramınızı qəlizləşdirə bilərsiniz və qəlizləşdirdikcə də bu CPU necə bunları icra eləyir, bunu tam şəkildə, rahat şəkildə oturtmağımızdır. İndi buradakı kodumuz nə deyir? Gəlin onu da başa düşək. İlk 3 sətir yuxarıdakı ilə eynidir.
Növbəti sətirdə nədir? If ingiliscə əgər deməkdir də. Bu o deməkdir ki, əgər B A-dan böyükdürsə, o zaman result, memoridəki result adresində 1110 idi də. Bu result adresində, RAM-dakı bu adresdə bir ədədini yadda saxla. Digər halda isə else halını isə götür, bu 0 ədədini yadda saxla orada. Bunu da indi təlimatlar assembly koduna da, yəni bizim CPU-nun başa düşdüyü assembly koduna çevirəndə bu formatda olur. İndi bunun təlimatın hər birinə mənaya gəlir. Bunu görəcəyik və daha sonra da bu kodda göndərilir və 0 və 1-lərə çevrilir. İndi gəlin baxaq bu təlimatların hər biri nədir və CPU bunları da necə icra eləyəcək. Necə icra eləyəcək? Onu keçməmişdən qabaq bir dənə şeyə toxunum. Bu aritmetik logik unitlər dedi ki, müəyyən əməliyyatları icra eləyir və müəyyən əməliyyatları icra elədikdən sonra həmin bu akkumulyatordan başqa bir dənə də flag register də var. Bu flaglər nədir? Bu etdiyi hesablamanın nəticəsini orada saxlayır. Misal üçün 0 flag var, 0 flag var. Bu nə deməkdir? Mən əməliyyat etmişəm. Əgər etdiyim əməliyyatın nəticəsi 0-dırsa, misal üçün -5-dən 5-i toplayanda 0 eləyir də. Həmin 0 olduğu üçün bu 0 flagi 1 eləyəcək. Misal üçün hesablama etdiyim nəticəsin mənfi oldu. Mənfi olanda bu negativ flagi 1 eləyəcək. Overflow flagdir üçüncü. Overflow nə deməkdir? Misal üçün 2 dənə 2 bitlik məlumatı topladığı amma nəticə 3 bitdə yadda saxlamaq gərəklidirsə, bu overflow deməkdir. Yəni misal üçün 1 0-ın üzərinə 1 0 gələndə nə baş verəcək? Nəticə eləyəcək 1 0 0 eləyəcək də, düz deyilmi? Və bu 1 0 0-da 2 bitdə yerləşdirmək kifayət eləmir. 3 bit gərəklidir bunun üçün. Yəni overflow baş verir. Bu overflow baş verəndə də bu overflow flagini 1 olaraq çevirir. İndi burada 3 dənəsinə yer vermişəm. Bu flaglərin sayısı çoxdur. 8 dənə ola bilər, yəni bir neçədən ola bilər də. Və bu flaglər də flag registerin içərisində yadda saxlanır və bizim kontrol unitində həmin bu flaglərə aksesi var. Yəni oradakı məlumatları oxuya bilir. İndi bu flaglərdən istifadə edərək necə biz bu proqramımızı işə salacağıq, onu da görəcəyik. Yəni bu flaglərin istifadə yerini də görəcəyik. Gəlin indi həmənki qayda ilə bu proqramımızı işə salaq. Program counterdakı məlumat fetch mərhələsində yüklənir bura. Program counter 1 artır, dekod olunur, execute olunur və məlumat register faylı yazıldı. İkinci olaraq da yenə fetch, decode, execute olundu. Məlumat yazıldı bura. İndi növbəti mərhələdə fetch mərhələsi İndi növbəti mərhələ olaraq da o kodda nə yazılmışdı bizdə? If, əgər B A-dan böyükdürsə, o zaman result 1 olsun. Yəni resultda RAM-dakı resultın içərisində 1 yadda saxla. Yox, böyük deyilsə, resultın içərisində 0 yadda saxla. İndi görək CPU bunu necə icra eləyəcək? Biz misal üçün B A-dan böyükdür nə deməkdir? Əgər B A-dan böyükdürsə, o zaman sən A-dan B-ni çıxsan, nəticə mənfi ədəd eləməlidir. Düz deyilmi? Yəni A 10 idi, B 25 idi. Ondan 25-ə çıxanda mənfi 15 eləyir. Bu da o deməkdir ki, 25 ondan böyükdür də, yəni B A-dan böyükdür. Ona görə buradakı təlimatda biz həmin o ondan 25-ə çıx deməkdir bu. Və ondan 25-ə çıxandan sonra mənfi ədəd alınmadı. Həmin o mənfi ədəd alındığı üçün bu negativ flag 1-ə bərabər olacaq. Və növbəti mərhələdə də biz gəlib həmin o flagı yoxlayacağıq və flag əgər 1-dirsə, bu o deməkdir ki, həqiqətən B A-dan böyükdür. Və B A-dan böyükdürsə, nə etmək lazımdırsa onu icra edəcəyik. İndi gəlin bunu execute eləyək. Fetch elədiyim məlumatı həmin o çıxma əməliyyatıdır, counter-ı 1 artırdıq, dekod elədik və həmin bu ondan 25-i çıxdıq execute eləyəndə və burada 0 flagı 1 eləmişəm. Bunu zənn eləyin ki, negativ flag 1 olur da, bu çaşıb bura. 0 flagı 1 yazmışam. Və negativ flag avtomatik 1 olacaq. Və indi yenə fetch mərhələsinə keçəcək. Fetch mərhələsinə gəlib bu sətrə düşdü. Bu sətirdəki təlimatın mənası odur ki, jump negativ. Yəni, əgər bu negativ flag 1-dirsə, bu jump da o əməliyyat deməkdir ki, həmin bu program counterdakı məlumatı buradakı məlumatla yenilə. Çünki niyə? Normalda bir-bir arta gedirdi də, düz deyilmi? Birinci bunu icra elirdi, sonra bunu icra elirdi, sonra bunu icra elirdi. Jump əməliyyatı isə o deməkdir ki, buradakı məlumatı misal üçün 0-1-1 0-dan yenilə. Bu 0-1-1-0 da bura bərabərdir də. Program counter avtomatik bura baxacaq və növbəti əməliyyatı gəlib bunu bitirəndən sonra artıq bunu icra eləyəcək. Bunu icra eləməyəcək. Bu sətirdə nə idi? Bu sətirdə deyir ki, R3 registerin içərisində 0 yadda saxla. Burada isə deyir ki, R3 registerin içərisində 1 yadda saxla. Bizdə də kodumuzda nə yazılmışdı? B A-dan böyükdürsə, həqiqətən B A-dan böyükdür.
həmin o resultın içərisində 1 yadda saxla. Ona görə bu sətirdə gəlib nə deyəcək? Əgər negativ flag 1-dirsə, o zaman proqram counter'ın içərisindəki növbəti adresi bu 0110-dan yenilə. Və bu 0110-da bura baxdığı üçün artıq növbəti təlimat bu olacaq və bu təlimat da o deməkdir ki, git register üçün içərisində 1 yadda saxla. Və biz yenə bunu dekod elədik. Biz bunu dekod elədik. Proqram counter'ı 1 artırdıq. Execute eləyəndə avtomatik nə baş verəcək? Həmin bu proqram counter'ın məlumatı 0100-dan yenilənəcək olacaq 0110. Yəni burada qeyd olunan təlimat olacaq və artıq bizim proqram counterimiz baxır bura. Yox, tərsi olsaydı nə baş verəcəkdi? Bu hala girmədiyi üçün növbəti təlimatı icra eləməyə başlayacaqdı. Növbəti təlimat da nədir? Proqram counter bura baxırdı da. Gördünüz 0100-a. Bura baxırdı normalda. Bunu icra eləyəcəkdi. Bu da o deməkdir ki, resultın içərisində, yəni register üçüncüsündə 0 saxladı. Daha sonra da register üçündə bu resultı yazacaqdıq. Amma bizim halımızda isə həqiqətən B A-dan böyük olduğu üçün həmin proqram counter bura ilə yeniləndi və növbəti əməliyyatda da fetch eləyəndə gəlib həmin bu load bir ədədini R3 registerinə yüklə deməkdir. Bunu dekod eləyəcək, execute eləyəcək və həmin bu registerin içərisində 1 yadda saxlayacağıq. Daha sonra yenidən fetch eləyəcəyik, store'u fetch elədik, 1 artırdıq, dekod elədik, execute elədik və execute eləyəndə də resultın içərisinə gətirib həmin o bir ədədini biz yadda saxlamış olacağıq. Və növbəti fetch eləyəndə də artıq burada deyək ki, stop əməliyyatı var. Proqram CPU başa düşəcək ki, bu proqram işləyib bitdi və proqramın işləməyini dayandıracaq. Və son olaraq bu qədər, yəni bitdi. Yəni bu proqram bizim yazdığımız proqramları bu CPU bu şəkildə icra eləyir. Amma dediyim kimi, yenə də qeyd edeyim ki, bu təlimatlar, məsəl üçün load təlimatı var, sub təlimatı var. Bu CPU-dan CPU-ya dəyişə bilir. Məsəl üçün load əməliyyatının qarşılığında 0-1 mi dayanıb, yoxsa 1 mi 0 dayanıb? Bu CPU-dan CPU-ya dəyişir. Sonra bu CPU-nun içərisindəki komponentlər, bunların quruluşları dəyişə bilər. Hansı siqnallar gəlir, o dəyişə bilər. Register fayldan eyni anda neçə dənə məlumat oxuya bilirsən, bu dəyişə bilər. Bunların hamısı dəyişən məlumatdır. Biz burada sadəcə həmin bu sadələşdirilmiş bir simulyasiyasını yaratmışıq burada ki, həmin o CPU kodları necə başa düşür, onu anlayaq.